Salam aleyküm. Məni çox adam tanıyır. Mən bloger zat deyirəm. Məni Bakı şəhərində çox adam tanıyır. Nəinki Bakı şəhərində, Azərbaycanda. Mən bir dənə başıma gələn bir hadisəni mən danışmaq istəyirəm. Deməli 80-cı ildə mənim işlədiyim yerin yanında bir Sabir adında benzinavoz maşını var, benzin satırdı. Həmin o benzin maşınının yiyəsidir. Biz oyuna bək dostuyduk. Bir gün bizi toya çağırdılar. Biz getdik toya. Toydan qayıdandan sonra o orada içəri şəhərdə. Mən bunu elə taksi ilə gəldik. Mən o qapıda düşürtdüm. Mənə dedi ki, bəs gəl bir dənə içəri smavar çay içək. Dedim, bu vaxtı yaxşı deyil də, gecə saat gün içədir. Dedi, yox, gəl günə, sən aidiyyəti yoxdur. Dedim, nə olur? İçəri şəhərdə bir ürgüdü hamımız ki, abışını girirsən, evlər belə hamısı dalan, xırda dalanlardır. Mən bunun qapısından, darvazına içəri girədim, mən mətər qaldım. Baxdım ki, maşallah, o boyda, içində eyni ilə Sultan bəyin evi kimi, Aşıman alandakı yaduza gəlir də Sultan bəy. Baxdım, gördüm içində baseynası, böyük tövlələrdir. Nəmi, at üçün ayrıdır tövlə, dəvə üçün, dəvənin tövləsi ayrıdır. Bir toğuq hindişvanki ayrıdır, hovuzu zadı, bir də ki, onun yaşadığı ev saray, eyni Aşıman alanda var, nə boyda. Bir mən baxdım, məhtər qaldım, dedim ki, ay Sabir, bəs burada axı hamısı belə xırda keçirsən, şəhər-şəhərdə, dalanlar da belə böyrü üstə gedirsən. Dedi, gəl içəri, mən sənə bir söz, mən sənə danışacağım. Gəldim, oturdum. Oturduq, yoldaşı, Allah rəhmət eləsin, bizə gətirib samavarda dəmlədi, çay verdi. Çay içdik, danışır, dedi ki, sən gördüyün o ev, o xırda dalanlar, onlar hamısı hambal evləridir. Mən deyir, burada anadan olmuşum, içəri şəhərdə. Mənim atam burada anadan olub. Mənim babam burada anadan olub. Atamın da babası burada anadan olub. Hamımız. Yəni, burada mənim, deyir ki, əmmin də evləri var. Sonra bir də içəri şəhərdə, Targovda da böyük binalarda, orada da evləri var idi. Gəldi, otur. Sonra dedi ki, dedim, bəs yaxşı, bu xırda, bunlar bəs nə evlər? Dedi, bunlar hamısı hambal evlərdir. Sən o olmasın, bu olsun, kim olsun, baxımsan da deyir. Orada görürsən ki, gəlir, məştubat gəlir, qışqır ki, ara, hambal. Hambal da gəlir, orada hamısı çıxırlar, mən belə eləyirlər, hamballar yığışırlar. Ha. Onlar hamısı kimlərdir? Mənə onlardan danışdı, onların tarixindən. Deməli, Şah Rıza Pəhləvinin atası şah olan, o birisi şah da, onun atası. O vaxtı qiyam qaldıranda bir qiyamçıların hamısını tutub. Tutur, sonra yalvarıblar buna ki, bəs onları edam eləmə və ölkədən qovğuna geçsin. Bu götürüb ölkədən qovmaq istəyəndə deyiblər ki, şah sağ olsun. Axı, bunlar gedib özlərinə başqa sənət düzəldi, başqa adla gəlib, təzədən gəlib girib İranda yaşayacaqlar. Vəzir mənə deyib ki, şah sağ olsun, sənin o barmağındakı üzüyü var, eyni ilə onunla bir dənə möhür kimi düzəldək, irisindən düzəltsinlər, bunu qızdırsınlar. Nə edirlər? Ölkədən kimi ki çıxardırlar, bir-bir, damğalayırlar, həmin onu qızdırıb basırlar bunların düz alının ortasından. Ki, uzaqdan gələndə bilinsin ki, bu qiyamçı olub. Bunu ölkəyə buraxmasınlar. Bunların hamısını damğalayıb, şah o vaxtı Pəhləvi qoluyub. İndi Azərbaycan da yaxındır buradan bura. Bunlar hamısı gəlib portda məskunlaşıblar. Dəniz qırağında, indi bulvarda. O vaxtı ki, bulvarda da ki, o gedirsən Belənsənə üzü o tərəfə, Primorsk tərəfə, hamısı özünüz görmüşsünüz də qamışlıqlardır. Azərbaycanda da üzü bu tərəfə, Mərdəkana qədər, Stada qədər, aeroport yoluna qədər, Binədir, Məştağa, Mərdəkan, dəniz kənarı hamısı o vaxtı qamışlıqlar olur. Orada yaşayış olmuyor. Heç kim olmuyor. Dedim ki, yaxşı, bunlar necə? Bunlar deyir, gəliblər, bu qamışları deyir, qırıblar. Görürsən ki, orada lotkan, sınıq lotkanın altından çıxır, hambal.
Sonra yeri qazıb giriblər içinə. Deyir ki, oradan qamışları qırıblar. Gətiriblər o yekə zatlar olmayıb, hasarlar, xanların, bəylərin, sonra ağaların, bunların hamısını hasarına söküblər beləsinə, qəmişlər deyə söküblər, üstün palçıqlayıblar, içinə giriblər ki, yağışdan qorunmaqdan ötürü. Bir də ki, onun yarpaqlarını qırıb ayaqlarının altına sarıblar. Bu, belə-belə, o birisi əmsi oğlunu gətirib, xalası oğlunu gətirib, o bir qohumların bir-bir gətiriblər, hamısı baxıblar bir-birinə, yatmağa yürüyək da, axı bunları şəhərin içinə, Qoşaqala qapısından içəri deyir, bunları buraxmırdılar. Bunlara kreç qoyulmuş da, buraxmırdılar. Bu qiyamçılardır, bunlar dağlanmışlardır. İndiki, məsələn, deyirlər, evvəla biz dağlıyıq, bu həmin dağlılardır. Onların nəsillərindən bu uşaq, indikilər. Bunları buraxmırlar. Bunlar burada başlayıblar bir-birinə sökə. Deyir, mənim də əmlərimin də hamısı tazirdirlər. Bunlar hamısı tazir ailə, tazir nəslidir. Hələ deyir, mənim babamın 12 dənə Şixovda buruqları var idi. Sonra Komünist Partiyası gəldi, Leylin dedi ki, rəhmətli dedi ki, Leylin gəldi Valodiya. Gəldi, aldı babamın əlinə hamısı. Nəysə, bunlar hamısı özlərinin babasının gəmisi də var idi. Bunların da gəmisində mənim əmlərim də yük gətirirdi Bakıya. Həştərxandan zaten, o tərəfdən, bu tərəfdən, Rusiyyətdən. Bunları, hələ mən bir gün deyib, balaca idim. Deyib, 9-10 yaşım var idi. Mənə deyib, bir gün əmim içəridən gəmində mənə dedi ki, Sabir, oradan çöldən çıx, deyir ki, mənə 4 dənə hambal lazımdır. 4 dənə hambal gətir yenə. Mən gedəndə mənə də qayıtdı ki, Axşarvarlılardan olsun, ha deyiləm. Mən də başa düşmədim. Gəldim, deyim ki, orada, mənə 4 dənə hambal lazımdır. Hamısı, mən. Sonra mən deyəndə ki, mənə 4 dənə Axşarvarlılardan lazımdır. Yandılar hamısı, dedilər ki, göstərdilər o deyil, Axşarvarlılar olardı. Gördüm ki, belə baxanda, doğrudan bütün ağdı, üstü başı. Düşdüm deyir, gəmdən getdim onların yanına. 25-30 nəfərlə. Gələndə baxdım, gördüm ki, ağ şalvar deyəndə ki, birazdan baxıblar, unun içindədirlər. Əyinlərində də ki, şalvar deyir, o un kisəsidir. O vaxt o kisələri də düzəldirdilər, yoğun iplərdən, o bərk olur da, un kisəsindən. Un kisəsinin ortasından tuturlar, belə kəsirlər aşağı qədər, aşağısını da açırlar. Buradan ayağının arasını ya tellə deyir bağlayırdılar, ya da ki iplə belə də deyirlər. Keçirdirdilər əyinlərinə. Onlar kimlərdir? Axşarvarlılar. Onlar zdarov olardı. Hambalları görmüşsünüz də, o olmasın, bu olsun, kim olsun. Hamısı arıqdır. Amma bunlar belə ən zdarovusu bunlardır. Yəni 100 kiloluğu, 120 kiloluq meşoqları təkcə belində düşürürdülər gəmdə. Gəldim, bunlardan götürdüm, gördüm, birazdan da unun içində. Dedim ki, bəs 4 dənə bizə hamballar lazımdır, Axşarvarlılar. Bunlar gəldilər yuxarı. Yəni, Axşarvarlıların da aqibəti buradan əmələ gəlib, Axşarvarlılar kimlərdir? Deyir, bunlar da nəysə, indi içi sözüm onda yox, içəri şəhərdə o qədər yığışdılar ki, əmilərim də faytonla gəlib keçəndə, deyir ki, gəlib o çay daşlarından görmüşsünüz də, o içəri şəhərdə zaten yola, məsələn, yola, bizə indi asfaltdır, o vaxtda çay daşlarından düzdülər görə. O qədər deyir, bir-birinə sıx-sıx gəldilər, o ona yapışdırdı, bu onu yapışdırdılar, palçıqdan zaten düzəldirlər, girirlər içinə. Deməli, bunlar da gördülər ki, bunların hamısı faytonla gələ yolu tamam tutublar. Deyir, əmilərim göndərirdi nökərləri, ki, gedin onları deyir, hamısını uçurdu mu? Bizim yolu tamam tutulur. Həmin o İran qaçqınları. Deyir, onları döyürdülər, nökərlər. Yolu təmizləyirdilər. Bir dənə deyir, qalmırdı orada İranlılar, hamısını qovlayırdılar. Sonra baxdılar ki, bu həmin o hamballar, o qiyamçılar da, yəni dağlılar. Gördülər ki, burada yer yoxdur. Üst tutdular, üzü belənçinə, dənizin qırağı ilə, ancaq. Binədir, Mərdəkan, sonra əmələ gəldi, sonra Meştağadır, sonra bütün Bakı kəndləri həmin bunlardan bir-birinə baxdılar.
Bunlar tayfa yeri kim tutursa başka adam qoymurdular. Yəni ki, bu nəsildən ancaq onlar gəlsin, gərək yaşasın. Sonra məsələn, bax, tutaq ki, bir yer tutub orada, dəniz kənarında. Öz əmsi oğlunun, sonra xalası oğlunun zadının hamısını gətirib yanına, başqa adam bıraxmırdılar da o tayfaya. Məsələn, neynə dolanışdıqları neynə idi? Bizdə nərdə oyunu olmuyor. Nərdə bizə həmin bu hamballar gətirib, faşlar, həmin o qiyamçılar gətiriblər, deməli, bunlar başlayıblar orada sənətkar olub, bu nərd düzəldən olub. Nərdi düzəldib, onlar düzəldən nərdlər ağır olub. İndikilər yüngüldür, belə düzəldilər. Nərd düzəldiblər, bizimkilər bilmirdi axı, 1800-cü illərdə. Bilmirdilər də bu nətər oynayırlar, nə oynadı belədir. Bunu ancaq İranda oynayırlar bu oyunu. Məsələn, Pəncidu, Cahariyek, Sədu, Səbir, Dübarə, Yığanlar, bunlar hamısı fars sözləri, görürsünüz. Bunlar düzəldirdilər öz aralarında, verirdi uşağa ki, apar bu nərdi Satkina. Deməli, qəbilə arası, belə məhlə arası da deyil. Necə bizdə o köhnə Sovetin vaxtında Kubenko uşaqları çörək qoltuğunda satırdı, qasırla maşının qabağına. Bunlar da onunla məsələn üçün düzəldib satırdılar. Qışqırırdı uşaqlar, ay nərd var, nərd var, nərd alan, ay nərd alan, nərd alan. Nərd alan, bir adı qaldı oranın Nərdaran. Oranın adı qaldı Nərdalan. Sonra, məsələn, biri olub, Məşədi olub, adı da Ağa olub. O Məşədi arvadı İranda bunlar olanda, qoğlanmamışdan qabaq, ölkədən çıxardılmamışdan qabaq, bunlar gül zat düzəldiblər, üstün zadını örtürüblər, əski ilə, kardonla zadını, elə orada başlayıblar gül zat əkiblər. Deyir, mənim əmim özü gedib onlardan, sonradan, oradakı gedib yaşayanlar yoxdur, o gül düzəldirdilər, gül əkirdilər, qvazikadır, sonra ağ güllərdir, onlardan gedib onlardan arırlar. Kimdən arırlar? Ağa adında bir kişi var, ondan arırlar. Onlar da qəbilə kimidir, ya, yığışıblar. O da gətirib öz qohumlarını yığıb başına, parnik kimi də düzəldiblər. O vaxtı parnikləri elə belə kardondan, mardondan ortada vedrədə ot yandırıblar onu ilə. Yavaş-yavaş belə öz qohumlarını gətirib başlayıblar gül satın. Bunu deyirlər, bu gülü məsələn Bakıda deyirlər ki, hardan almışsınız, gülü hardandır? Deyirlər ki, o Məşədi ağanın zadından, həyətinin yanından. Gedin Məşədi ağanın yanına. Deyirlər, bu gül nə tək qəşəng güldür, arvadlarım. Biz deyir, mənim öz əmmin arvadları deyir, onlardan alırdı. Məşədi ağadan. Oranın da yavaş-yavaş adı qaldı Məşədi ağa. Deyirlər, gül hardan almışsa Məşədi ağadan, Məşədi ağanın yanına, Məşədi ağadan. Oranın da adı qaldı Məşədi ağa. Çoxdur, o şimdi beləsinə hamısı İranlıların öz adları ilə, özləri məsələn, öz nə qurublar, nə yaradıblar, öz adları ilə oranı bir qəbilə orada yaşayıblar. Bunları şəhərə buraxmırlar. Sonra ki, başlayıblar, indi o nəsil, o dağlanmışlar yoxdur. Məsələn, deyir ki, bunu apar verginə falan kişinin oğluna, deyir hansı, o dağlı yoxdur, dağlanmış. Dağlanmışına, dağlının oğluna. Belə yavaş-yavaş hamısı qaldı, dağlı. Məsələn, bunlar içəri şəhərdə yaşayanlar indi nəyə görə deyirlər ki, biz həmşəriyik? Yəni, Qoşaqala qapısının bu tərəfində deyir, biz yaşayırıq. Bura bizim şəhərdir. O tərəfi də Bakı cəmaatı. Yəni, sizi ilə həmşəriyik. Həmşəri bax sözü budur. İndi çoxsu da deyir ki, biz o dağlılardanım, dağlı. Bizdə dağ yoxdur. Hara mən özüm soruşmuşam. Haranın dağındasan? Altağacdan. Altağacda təpə də deyirəm, dağ yoxdur. İndi bunlar da indi nətər desinlər ki, biz hambalın nəslindən ölür. Həmin o burada yaşayanlar. Həmin bunlar sonra zat ayıldı. Üstündən bir 50-70 il keçəndən sonra 20-30 il çox yox. Sovetin hələ vaxtına qədər. İranlılar başladılar, ayıldılar ki, bizim Azərbaycanda dəniz kənarı bütün o qəbilələr yoxdur. Qəbilə, yəni ki, Nardarandır, Kürdaxanıdır, sonra Məşdağa, qəbilə, o vaxt qəbilə idi. Nə qədər bizim orada adamlarımız var da, o
buradan ölkədən çıxardılmaq, o dağlanmışlar. Başlayırlar bunlarla əlaqə yaratmağa. Sovetin vaxtına qədər. Deyir, başladılar, mescid zat tikdilər, elədilər, bunlara biraz maya buraxdılar. Başladı, deyir ki, dava şiyyəliyi yayın Azərbaycanda. Hər yerdə başladı onu şiyyəliyi yaymağa. Maya buraxırdılar, həmin burada olanlara. Sonra bu Yasamal tərəfdə də, orada Yasamalda ev olmayıb o vaxtı. Heç nə olmayıb, düzəngahlı olub. Məsələn, biri gəlib oradan bir qız alıb, içəridən Bakıdan. Onların övladları da, indi Bakının içində məktəbə zada gedib eləyib. Nəysə, yavaş-yavaş axışıblar Bakıya tərəf, şəhərə tərəf. Gəlib, məsələn, orada ev alıb, atası gətirib oradan, düzəngahlıqda heç nə yoxdur orada. Sonradan ev zat tikdilər, onun atası da gəldi, onun yanında, oğlun yanında ev tikdi, Yasamal tərəfdə. Sonra yavaş-yavaş xalası oğlu, əmsi oğlu, o birisi qohumu, dost aşnası yavaş-yavaş gəldilər, orada tikdilər. Həmin o həmşərilər, dağlılar. Gəldilər, orada ev tikdilər, elədilər, deyir, orada yaşadılar. Sonra orada nə ilə məşğul idi? Ancaq qoyun saxlayırlar. Məhləni, mənim öz, məsələn, şəxsən mənim öz xalam gəldi, orada yaşayırlar. O, həmin o dağlıların birinə ərə girmişdi. Elə Yasamalda yaşayırdı. Qoyunlar gəlib keçirdi, məhlənin qabaqları ilə, məhlələrin qabağı ilə gəlib keçəndə, bunların da o qoyunları qoşulurdu onlara, avtomatik özləri gedirdi. Axşam da özləri gəlirdi. Yəni, bunların içəri şəhərdə, bunların biz dağlıyıq, biz şiyyəyik, biz şiyyəliyi bunlar gətirdilər, yaydılar. Bunları avtomatik mən bilirəm ki, mən nə, vallah, nə o dini, nə bunu, mən şəxsən Allahıma inanıram, bir də Peyğəmbərimə. İndi bunlar iki tirəlik salırlar burada. Necə yavaş-yavaş başlayıblar, arvadları da bıraxıblar ortalığa ki, şiyyəyi, ya o şiyyəli, ya o. Mirzə Əkbər Sabir rəhmətliyin bir sözü var. Deyir ki, əzəldən yaranıb bu dünya belə, mən nə at sünniyəm, nə eşşək şiyə. İndi mən nə sünniyəm, nə də şiyə. Mən Peyğəmbər ümmətiyəm. Şəxsən mən Peyğəmbər. Azərbaycan özü də Peyğəmbər ümmətidir. Bunlar indi gətiriblər şiyyəliyi yayırlar burada. Bütün bunlar hamısı hambal nəslidir, ay cəmaat, ay millət. Bunlara qoşulmuyor. Bunlara qoşulsanız hamınız bədbəxt olacaqsınız. Necə ki, bunları qiyam qaldırmışlar, bunları ölkədən qovladasınız. İndi onların bunlar nəvə nəticəsidir. Lazım olarsa, mən sizə yenə də başa salarım, danışarım bundan sonra. Hələlik bu qədər. Sağ olun.